Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, gördüyünüz bu körpü şirkət tərəfindən salınırdı. Yəni bütün demək olar ki 52 kəndi birləşdirən körpüdür. Bu şirkətə, həmin şirkətdən xahiş edirəm, əgər səlahiyyətinizdə qalıbsa bu körpünü bərpa edin. Əgər səlahiyyətinizdə qalmayıbsa, Azərbaycan Respublikasının şirkətlərindən və Azəri yol salan şirkətlərindən xahiş edirəm. Bu körpünün bərpasında köməklik edin. Demək olar ki, Lerik rayonunun kəndləri çox əziyyət çəkir. Yəni qış mövsümündə onların demək olar ki, yaşayış tərzi ilə bağlı produktları üçün çox əziyyət çəkirlər körpünün olmamasından. Əsasən də yardımı və Lerikin gedgəlişi var, xeyir şəri vardı. Körpünün olmamasından demək olar ki, min bir əziyyət çəkirlər. Bu körpünün də deməli qulaqların hər bir tərəfi bu mərkəzidir. Sonra o qulaqları 14-28 metr. Görürsünüz bu boyda hazır körpü demək olar ki, qalıbdır. Xahiş edirəm, artıq dərəcədə bir vətəndaş kimi bu körpünü yəni yarımçıq saxlamayın. Tanrı xatirinə, insanların yaşayış tərzinə, yəni onları nəzərə alın, yazıqdırlar. Demək olar ki, min bir əziyyət çəkirlər. Hər şeydən küskün olurlar. Hazırdır. Demək olar ki, heç cürədə alınmasa, ən azından yəni 2 ədəd şivler versəniz, yəni 1 metrə hündürlüyündə, demək olar ki, 15 metrə uzunluğunda və olsun, belə deyək, təqribən 9 metrə, 10 metrə. Əsaslı 2 dənə mil olsun. O milin üzərində cəmaat yığılır, ya təkil onlar onu bərpa edərlər. Qış mövsümündə həqiqətən əziyyət çəkirlər. Bax, görürsünüz. Əslində bu körpünün layihəsi bura deyildi. Aşağı istiqamətdən düz layihə verirdi. Sadəcə bu torpaqlarda yəni toxunmaması üçün, yəni hərənin biraz torpaq vardı, ərazidə meşə kimi qoruyur. Onun üçün də körpünün layihəsini saldılar bura. Görürsünüz, hazırdır, körpü hazırdır. Sadəcə ən azından heç cürdə alınmasa bilirəm, başa düşürəm nəzərə. 2 ədəd heç olmasa şivler, dəmir şivlerlərdən verin ki, yəni hündürlüyü 1 metrə, 15 metrə uzunluğunda olsun, heç olmasa bunu açılsın, vətəndaşlar özləri yəni toplayarlar, bir cür bitər yol üstə qoyarlar. Əsas bura mil lazımdır. O da o millər biraz bahadır. Ona görə kənd cəmaatında yaşayışından bilirsiniz də çətindir. Kasıbçılıqda ona gücü çatmır. Sağ olun, təşəkkür edirəm.